Bugün sizlerle Hekayət-i Müsyo Jordan Həkimi Nəbatat və Dərviş Məstəli Şah Cadukunun məşhur əsərinə baxacağıq. Yəni Axundzadə yaradıcılığına toxunacağıq. Mirzə Fətəli Axundzadənin bəziləri elə hesab edir ki, bu ilk komediyasıdır, amma xeyr. Bundan əvvəl olan 1850-ci ildə yazılmış Hekayət-i Molla İbrahim Xəlil Kimyagər adlı komediyası da var. Yadınıza salaq. Və bu o deməkdir ki, Müsyo Jordan əsəri ikinci komediyadır. Bu əsərin televiziyada ekranlaşdırılmış versiyasına da baxa bilərsiniz. Çox möhtəşəmdir və aktyorlar bunu o qədər əla şəkildə xarakterizə eləyiblər, oynayıblar ki, həqiqətən də elə bil birəbir o əsəri yaşayırsan buna baxdıqda. Əsər barədə qeyd eləyə bilərik ki, burada iki qütb var. Bir qütb köhnəliyi, avamlığı, cahilliyi təmsil eləyir. Onlar nə olsun ki, oxumayıb, oxumasalar belə düşüncələri, ideologiyaları da yenə də kasad idi. Şahbaz bəyin dediyi kimi, yəni Şahbaz bəy o mühiti qamışlıq adlandırmışdı və onun dilicə desək, o qamışlıqdan qurtula bilməyib bu insanlar düşüncə barədə. Digər bir qütb isə bu əsərdə artıq Şahbaz bəy kimi, Müsyo Jordan kimi artıq irəliyə doğru baxan insanlardır və onlar biliyi, savadı, çox dil bilməyi, bütün bunları müsbət qiymətləndirir və nə qədər oxusaq, o qədər uca olarıq və düşüncələrimiz də dəyişər. Bunu önəmli olaraq görürlər və çox düz də görürlər.